Sumqayıt şəhərində ictimai əsayişin qorunması və piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, eləcə də şəhərin estetik görünüşünün saxlanılması məqsədi ilə qanunsuz küçə ticarətinə qarşı nəzarət tədbirləri davam etdirilir. Bu istiqamətdə növbəti monitorinq və reyd şəhərin müxtəlif küçə və prospektlərini əhatə edib. Reyd Sumqayıt şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər polis idarəsi və Sumqayıt bələdiyyəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib. Tədbir zamanı qanunvericiliyin tələblərinə zidd şəkildə fəaliyyət göstərən küçə satıcıları ilə profilaktik söhbətlər aparılıb, onlara mövcud qaydalar ətraflı izah edilib. Yoxlamalar zamanı müəyyən olunub ki, bəzi şəxslər piyada səkilərdə və insanların intensiv hərəkət etdiyi ərazilərdə müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarının satışını həyata keçirirlər. Bu cür fəaliyyət həm piyadaların sərbəst hərəkətinə mane olur, həm də şəhərin ümumi abadlıq görünüşünə mənfi təsir göstərir. Bundan başqa, açıq hava şəraitində müvafiq sanitar-gigiyenik normalara əməl olunmadan satışa çıxarılan məhsulların istehlakçılar üçün müəyyən risklər yaratdığı da diqqətə çatdırılıb. Məsul şəxslər qanunsuz küçə ticarətinin həm ictimai sağlamlıq, həm də şəhər təsərrüfatının idarə olunması baxımından yol verilməz olduğunu bildiriblər. Reyd iştirakçıları icazəsiz ticarətlə məşğul olan şəxslərlə maarifləndirici söhbətlər apararaq onlara fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağın vacibliyini izah ediblər. Satıcılara bildirilib ki, ticarətlə məşğul olmaq üçün şəhərdə fəaliyyət göstərən bazar və digər qanuni satış məkanlarından istifadə etmələri daha məqsədə uyğundur. Eyni zamanda qeyd olunub ki, küçə və səkilərin özbaşına zəbt olunması nəqliyyatın və piyadaların hərəkətində çətinlik yaradır, xüsusi xidmət avtomobillərinin hərəkətinə mane olur və şəhərin abadlıq qaydalarının pozulmasına səbəb olur. Bu baxımdan belə halların qarşısının alınması daim nəzarətdə saxlanılır. Reyd zamanı bir sıra küçə satıcılarına rəsmi xəbərdarlıq edilib, onların qanunsuz fəaliyyətlərinə son qoymaqları tələb olunub. Şəmistan Fikrətli, Elbrus İsmailov, Yusif Əliyev, Bugün informasiya proqramı üçün.